Qəbizlik zamanı edilən 3 ən böyük səhvdən danışacağam. Qəbizlik başlayanda bədən yox, biz tələsməyə başlayırıq və 3 klassik səhvi etmiş oluruq. İlk səhvimiz dərhal işlətmə dərmanına əl atmaqdır. Bu, səbəbi tapmadan siqnalı söndürməyə bənzəyir. İkinci səhvimiz daha çox lif deyib bədəni hazır olmadan yükləməkdir. Əgər hormonlar yavaşdırsa, lif problemi daha da ağırlaşdıra bilər. Üçüncü yaygın səhv isə qəbizliyi təkcə bağırsaq problemi olaraq sanmaqdır. Halbuki tiroid vəzi, insulin hormonu, elektrolit balans pozuntuları, hətta stres belə hormonları dəyişərək burada ciddi rol oynaya bilər. Qəbizlik təkcə bağırsaq vərdişi deyil. Bu xarakterdə deyil. Bu orqanizmin cavabıdır. Əgər səhvləri təkrarlayırıqsa, nəticədə dəyişməyəcəkdir. Və ona görə də bu videonu paylaşaraq bir çox qəbizlikdən əziyyət çəkən insanın bədəninə bir başqa yöndən baxmasına, zamanında tədbirlərini düzgün görərək bu problemdən azad olmasına yardımcı ola bilərsiniz. Özünüzdən müğayət olun. Videonu sona qədər izlədinizsə, bəyənməyi və suallarınızı hər zamanki kimi şərhlərdə qeyd etməyi unutmayın. Hər zaman sağlam olun.